asıl tərəfdən ibarətdir. Məsələn, biz desək ağıllı şagird. Ağıllı şagird birləşməsində iki tərəf var. Birinci tərəf və ikinci tərəf. Birinci tərəf asıl tərəf olur, ikinci tərəf isə əsas tərəf olur. Əsas tərəfə tabe edici, asıl tərəfə isə tabe olan tərəf deyirik. Və bunlar birləşmələrin əsas tərəfin ifadə vasitəsi. Əgər isimlərdən feilin təsdiqlənməyən formaları ilə ifadə olunursa, belə birləşmələr ismi birləşmələr və feili birləşmələr. Təyini söz birləşməsində 3 qrupa bölünür. Deməli, tərkibi ki, bunların daha ayrı-ayrı hər bir və yaxud da tərəfləri təyini söz birləşmələri. Deməli, əlində qələm, əli qılınclı, gözü yaşlı, dağdan ağır və sair birləşmələr qeyri-təyini birləşmələr, təyini söz birləşmələri. Birinci növ təyini söz birləşmələri və üçüncü növ